Ata, mama, kutka almışam özümə. Necədir? Xoşunuza gəlir? Bu başa dönümə də sənin nə qəşəng kutkadır. Çox gözəldir. Mən bəyəndim. Ay material çox yumşaqdır. Tam da razmerimdir. Geyinən kimi dedim sobunu alıram. Baş yuva dönərəmə də sənin. Yaraşıqlımdır, yaraşıqlım. Anon sənə qurban olsun. Uş ürəyimdir, ürəyim. Hay torənə. Böyük görmüsən, kutka almışsan da nə? Maşın almamısan, ev almamısan. Nə qədər verdin ona? Heç çox gəzmədim. Girən kimi bunu gördüm, bunu da aldım. Oya, deyirəm kutkanı neçə aldın? Biri də var idi kapşonlu, boz rəngdə. Amma o xoşuma gəlmədi. Özüm vurub eşitməməz deyə. Oya, kutkaya nə qədər pul vermişsən? Deyəcəm indi. 60 manata da. Səndən çıxmayan iş. Ucuz qiymətə gedib geçək, keyfiyyətli şey almışsan. Baxala görüm o zamakon. Köpək oğlu. Mənə buradan bura kələk gəlirsən. Gedib 100 manata kutka almışsan. Mənə yalan deyirsən 60 manata. Sən indi gəl bura. Növbəti səhnələri sizə göstərə bilməyəcəm. Çünki yüksək şiddət var. Amma bir şey deyə bilərəm ki, Ana oğlun xilas elədi.